Salam hər kəsə, hər birinizi xoş gördük. Mən FES Akademinin kurikulum təlimçisi Hikmət Mürsalov. Hər həftə sonu olduğu kimi bu həftə sonunda sizi sınaqsız qoymadıq. Amma bir fərqimiz var. Bir gün sonra müəllimlərin işə qəbulu imtahanı başlayır artıq. Və bu imtahanda hansı müəllimlər iştirak edəcəklərsə, həmin müəllimlərə, həmin dinləyicilərimizə uğurlar arzuluyoruz. Şansınız bol olsun. Həyəcanlanmayın, daha doğrusu həyəcanlanın, amma qədərində çalışın ki, idarə edə biləsiniz. Unutmayın ki, biz bunu kurikulumun özündə də danışmışıq. Bəzən bizim emosiyalarımızın idarəsi bizim məntiqimizdən də, biliyimizdən də daha üstün olur. Çünki bilik bacarıqlarımızı idarə edə bilmək üçün birincisi hisslərimizi tanımaq və onları düzgün idarə etmək lazımdır. İkinci məsləhətim də ola bilər ki, kurikulumda əgər istəyirsiniz ki, yaxşı bir nəticə göstərəsiniz, sualların şərtini yaxşı analiz edin. Əgər sualın sizdən nə istədiyini tam başa düşmürsünüzsə, cavablara qaçmayın. Yəni cavablara qaçıb düz cavabı tapın, fərqli olanı tapın deyə yanaşanlar var. Bu doğru deyil. Sualı tam oxumalısınız. Sual sizə nə verib, sizdən nə istəyir? Necə ki, riyaziyyatda bir məsələn x-i verir, y-i tapırsınızsa, burada da belədir. Mütləq ki, sizə bəzi ipucuları verir ki, siz də cavab tapasınız. Bunun üçün şərti yaxşıca analiz etmək lazımdır. İndi isə öz suallarımızda da bu dediyim taktikaları reallaşdırmalıyıq. Birinci sualımız belədir. Müəllim şagirdlərə peşə seçimi mövzusunda fərdi araşdırma tapşırığı verir. Şagird maraq dairəsinə uyğun peşələri araşdırır, etibarlı mənbələrdən məlumat toplayır, öz güclü və inkişaf etdirməli olduğu tərəfləri müəyyənləşdirir, qarşısına məqsədlər qoyur. Araşdırma zamanı qarşılaşdığı çətinlikləri təhlil edir, müəllimin tövsiyələrindən istifadə edərək fəaliyyət planına düzəlişlər edir və işini təkmilləşdirir. Gördüyünüz kimi, burada müsbət bir situasiyadır, yəni olması gərəkən bir şey olub. Mənbələrdən məlumat toplayır, öz güclü, zəif tərəflərini müəyyən edir, məqsədlər qoyur və s. Bilirsiniz ki, burada artıq metakognitivlik var, bu hiss olunur. Çünki insanın öz güclü və zəif tərəflərini müəyyən etməsi, məqsəd qoyması, məqsədə çatmaq üçün plan cızması, bunlar metakognitivliyin təbii ki, açar sözləridir. Bizə də deyir ki, nə doğru hesab edilmir. Bax, tələsən müdavimlər var. Doğru sözünü gördü, tez qaçır doğrunu axtarmağa. Amma axıra qədər oxuyun. Doğru hesab edilmir deyir. Mütləq də işarələyin ki, sizə lazım olan əsas sözləri. Sualın şərtini bitirəndən sonra variantlara baxanda, bəzən sual iri olanda təzədən yaddan çıxır ki, sual bizdən nə istəmişdi? Bax, işarələyin ki, gözünüzün önündə olsun. A bəndi deyir ki, şagird öyrənmə prosesində məqsədinə uyğun üsul və yanaşmaları seçə bilir. Həqiqətən də belədir də, biz gördük ki, qarşıya məqsəd qoyur, zəiflikləri təhlil edir və planını cızır ki, mən bunları necə aradan qaldırım. Deməli, A bəndi doğrudur. Şagird qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün təşəbbüskar davranır və öyrənməyə həvəslidir. Bu da doğrudur. Çünki məqsəd qoydu, irəliləməyə çalışdı, bu təşəbbüskarlıqdır. C bəndi, şagird fəaliyyətini planlaşdırarkən sahibkarlıq kompetensiyasından istifadə edir. Baxın, burada artıq problem var. Çünki biz metakognitiv bacarıqlardan danışdıq. Bu öyrənmək kompetensiyasıdır. Amma burada sahibkarlıq yazılıb. Sahibkarlıq, sən malını, mülkünü, biznesini idarə edə bilirsən, yəni o mənada təşəbbüskarsan. Yəni biz burada sırf bir dənə təşəbbüs sözünü görürüksə, hardasa tez sahibkarlıq götürməliyik demək deyil də. Burada səhvini düzəltməyə təşəbbüs göstərir. Yəni gedib ideya axtarışında deyil ki, əgər yeni bir ideya təşəbbüsü göstərsəydi, bəli, o zaman olacaqdı sahibkarlıq. Amma burada ideyadan, maldan, mülkdən, biznesdən söhbət getmir. Burada bir insanın öz çətinliyini düzəltməsindən, ona çalışmasından söhbət gedir. Ona görə C bəndi səhv deməklər. Öyrənmək kompetensiyası hara, sahibkarlıq kompetensiyası hara. D bəndi, şagird qarşılaşdığı çətinlikləri təhlil edərək uyğun qərarlar qəbul edir. Bəli, çətinliklərin təhlil olunması, baxın bu ifadənin özü belə var sualımızda. Şagird öz güclü və inkişaf etdirməli olduğu tərəfləri müəyyənləşdirə bilər. Bəli, elə məhz buna görə dedik ki, metakognitiv bacarıqlı bir şagirdimizdir. Deməli, müəllimlər, bütün variantları çıxdıq. C bəndi oldu bizim doğru cavabımız. Gəlirik ikinci suala. Məktəbdə keçiriləcək elm sərgisinə hazırlıq zamanı şagirdlərdən biri müşahidə edir ki, təqdimatlar çox oxşardır və ziyarətçilərin diqqətini cəlb etmir.
O hər eksponatın yanında QR kod yerləşdirilməsi, həmin kod vasitəsilə qısa video və əlavə məlumatların təqdim olması ideyasını irəli sürür. Bu yanaşma sərgini daha maraqlı və interaktiv edir. Verilmiş situasiyada şagirdin hansı təfəkkürünün inkişaf etdiyini deyə bilərik. Bəli, çox güman ki, burada iki variant ağlınıza gəlir. Ya produktiv təfəkkürdən şübhələnirsiniz, ya da praktik təfəkkürdən şübhələnirsiniz. Və haqlısınız da, bəzi məqamlar var ki, onlar bənzəyirlər. Amma onları ayırmaq üçün mümkün qədər də açar məqamlar var. Yəni, məsələn də praktik təfəkkür nisbətən daha sadədir. Bax, praktik. Yəni, sən əldə olunan şərait var, hal-hazırki mövcud şərait. Sən bu şəraitdə əlində nə varsa, həmin resurslardan problemi həll edə bilirsən. Yəni, qısa müddətində bir çarə tapa bilirsən problemə. Amma produktiv səndən daha çox yaradıcılıq istəyir. Produktivdə sən məhsuldar yanaşmalısan. Boşuna bunun adı produktiv təfəkkür deyil, sonda bir məhsulun olmalıdır. İndi baxın, bizim sualımızda da biz görürük ki, problemimiz təqdimatların çox oxşar olmasıdır və ziyarətçilərin diqqətini cəlb etməməsidir. Mən neynirəm? Yəni, praktik bir əşya düzəltmirəm, praktik bir həll yolu tapmıram. Əksinə, mən məhsuldar bir nəticəyə gəlirəm ki, yeni bir şeylər tapaq gətirək. QR kodlar yerləşdirək, əlavə məlumatlar yerləşdirək. Görürsünüz, bunun üçün biraz zamana ehtiyac var da, amma praktik təfəkkürdə qısa müddətin içində mən təşkil elədim buna. Əlimdə nə varsa, onlardan yararlandım. Cavabımız olur, deyibəndi produktiv təfəkkür. Məntiqi ola bilməz, abstrakt ola bilməz, tənqidi ola bilməz. Birisi də bunların hərəsinin öz qaydası var. Məntiqi təfəkkür nəticə çıxarmaqdır, oxşarlığı tapmaqdır. Onun da müxtəlif düşünmə formaları var. Abstrakt təfəkkür mücərrəd anlayışların başa düşülməsi, izahının verilməsi, istifadə oluna bilməsi. Tənqidi təfəkkür də bilirsiniz ki, müxtəlif xüsusiyyətlərə malik olan bir insandır ki, informasiyanın etibarlılığını yoxlayır, fikrini faktla, sübutla, dəlillə əsaslandırır və s. Yəni, hara baxsaz, ən uyğun cavabımız D variantı olacaq. Mütləq fikir verin ki, praktik təfəkkürdən bu nə ilə fərqlənir? Dediyim xüsusiyyətlər burada var. Produktiv üçün biraz zamana ehtiyacınız var ki, yəni həmin üsulu tapasınız, hazırlayasınız. Amma praktikdə qısa müddətdə bir həll yolu tapdınız və əldə nə varsa ondan istifadə elədiniz. Yeni bir şey tapıb gətirmədiniz. Yəni. Gəldik üçüncü sualımıza. Verilmiş nümunələrdən hansında şagirdin metakognitiv bacarıqlara malik olduğunu söyləmək olmaz. Olmaz deyirsə, səhv olanı axtarırıq. Şagird layihəni təqdim etdikdən sonra nəticəni qiymətləndirir, hansı addımların uğurlu, hansıların isə uğursuz olduğunu müəyyənləşdirərək növbəti iş üçün nəticə çıxarır. Refleksiya varmı? Var da. Addımlarını refleksiya eləyir ki, harda uğurlu olmuşam, harda uğursuz. Növbəti dəfə üçün də plan cızıram. Yəni, həqiqətən də gördüyün işin, fəaliyyətin sonunda işini qiymətləndirirsənsə, bu doğrudan da metakognitiv bacarıq hesab olunur. Şagird yeni mövzuya başlamazdan əvvəl məqsədini müəyyən edir, iş planı hazırlayır və öyrənmə prosesində bu plana uyğun hərəkət edib etmədiyini mütəmadi olaraq yoxlayır. Burada da eyni vəziyyətli müəllimlər görürsünüz ki, məqsəd qoyur, onun üçün plan cızır. Daha sonra axırda da bu plana uyğun hərəkət etdimi, etmədimi bunu qiymətləndirir. Bu da metakognitiv bacarıqdır. Şagird mövzu ilə bağlı təqdimat hazırlayarkən internet və kitabxana mənbələrindən məlumat toplayır, onları müqayisə edərək təqdimatını daxil edir. Bax, mən burada bir fəaliyyət yerinə yetirdim. Amma bu mənim özümlə bağlı deyil axı. Nə özümü monitorinq elədim, nə özümü tənzimlədim, nə də ki, özümü qiymətləndirdim. Məsələn, A və B bəndində olduğu kimi. Görürsünüz, burada sadəcə informasiya toplamağın yolunu bilirsən, mənbə araşdırmağı bilirsən, bir də müqayisə edirsən. Yəni, bunların heç biri metakognitiv bacarıq hesab olunmur. Sırf mənim özümə aid olsaydı, öz qeydlərimi aparsam, öz zəif və güclü tərəflərimi axtarsam, bax, onda olacaqdı metakognitiv. C bəndini səhv cavab kimi götürürük. D bəndi isə doğrudur. Şagird tapşırıq üzərində işləyərkən çətinlik hiss etdikdə istifadə etdiyi üsulun effektiv olmadığını anlayır və daha uyğun strategiya seçərək fəaliyyətini davam etdirir. Görürsünüz, özünə uyğun olmadı, dəyişdi, özünə uyğun olanı tapdı. Bu da metakognitivdir. Şagird öyrənmə prosesinin sonunda qarşıya qoyduğu məqsədə nə dərəcədə çatdığını qiymətləndirir və gələcəkdə hansı bacarıqlarını inkişaf etdirməli olduğunu müəyyənləşdirir.
Baxın, elə A bəndi ilə təxmini biraz düz gəlir. Yenə burada məqsəd qoyulub. Axırda da işini qiymətləndirib ki, nə dərəcədə nail olmuşam. Amma C bəndində bunların heç biri yox idi. Dördüncü sual. Müəllim mövzunu 4 hissəyə ayırır və şagirdləri kiçik qruplara bölür. Hər qrup mövzunun yalnız bir hissəsini araşdırır. Daha sonra eyni hissəni öyrənən şagirdlər ekspert qruplarında müzakirə aparır, əldə etdikləri nəticələri dəqiqləşdirirlər. Sonda şagirdlər ilkin qruplarına qayıdaraq öyrəndiklərini qrup yoldaşlarına izah edir və birlikdə ümumi tapşırığı tamamlayırlar. Müəllimin tətbiq etdiyi bu fəaliyyətin şagirdlərin idrac və öyrənmə prosesinə təsiri ilə bağlı üstünlüyünü müəyyən edin. Bəli, üstünlükdən danışırsa, müsbət bir cəhət, yəni yaxşı bir cavab axtarırıq da. Və biz görürük ki, burada bizə tanış olan bir üsul var, hansı ki, şagirdlər hər hansısa bir mövzunun, mətnin bir hissəsini araşdırıb, sonra əvvəlki doğma qruplarına qayıdırlarsa və oradakı yoldaşları öz öyrəndiklərini izah edirlərsə, bu ziqzaq üsulunda var idi. Təlim üsullarından ziqzaqı xatırlayırıq. Və baxaq A bəndinə. Şagirdlər bilikləri yalnız müəllimin təqdim etdiyi ardıcıllıqla mənimsəyərək vahid nəticəyə gəlirlər. Yox, bu birincisi üstünlük deyil, yalnız müəllimin təqdim etdiyi. Üstəgəl, üsulumuzda da bu yoxdur. Yalnız müəllim təqdim etsəydi, şagirdlər heç müzakirə aparıb nəticə çıxarmazdılar. B bəndi, fəaliyyət əsasən şagirdlərin məlumatı qısa müddətdə yadda saxlamasına və təkrar etməsinə şərait yaradır. Diqqətli olun, burada B bəndi götürən müəllimlərimiz var. Baxın, məlumatı qısa müddətdə yadda saxlamaq başqa şeydir. Bir mətnin qısa zamanda öyrətmək başqa şeydir. Yəni, hansıdır ziqzaq uyğun olan? Əlbəttə ki, ikinci. Yəni, məlumatı qısa müddətdə yadda saxlamaq yox. Məlumatı qısa müddətdə, yəni əsəri, bir hekayəni qısa müddətdə şagirdə öyrədə bilmək. Bax, budur ziqzaqda. Deməli, B bəndi səhvdir də. Çünki qısa müddət yadımda qalacaqsa, bunun nəyi üstünlükdür? Əksinə, burada müzakirə var deyə, dinləyib anlama var deyə qısa müddət deyil, əksinə elə. Yaxşı da yadında qalır. C bəndinə baxırıq. Şagirdlər həm fərdi məsuliyyət daşıyır, həm də qarşılıqlı öyrənmə yolu ilə biliklərini dərinləşdirərək mövzunu müxtəlif baxış bucaqlarından mənimsəyirlər. Bax, bu tam doğrudur. Niyə fərdi məsuliyyət daşıyır? Çünki sən də bir araşdıran tərəfsən, sən də paylaşan tərəfsən. Niyə qarşılıqlı öyrənmə? Çünki qrupla aparılır, sən danışırsan yoldaşlara bunu. Üstəgəl, özün də danışırsan, izah edirsən deyə biliklər dərinləşir sənin üçün, beləcə uzun müddətdə yadında qalır. Yəni, C bəndi hər tərəfli doğru cavabımızdır müəllimlər. Cavab olur C variantı. Bəs niyə D olmur? Çünki deyir ki, şagirdlər mövzu üzrə yalnız öz hissələrini öyrəndiklərinə görə bütün mövzu haqqında təsəvvür formalaşdırmağa ehtiyac duymurlar. Əksinə, bu üsulun bütün məntiqi budur da. Hərə bir hissə öyrənsin və birləşib qalanını müzakirə eləsinlər. Y bəndi, fəaliyyətin əsas məqsədi şagirdlərin təqdimat bacarıqlarını inkişaf etdirməkdir. İdrac prosesinə təsiri ikinci dərəcəlidir. Xeyr müəllimlər, təqdimat deyil, əslində elə anlama bacarıqlarına yönəlir və yəni bu da ikinci dərəcəli bir məsələ deyil. Axı, anlama bacarıqları əlbəttə ki, elə birinci dərəcəli bacarıqlardan biridir. C bəndi düppədüzdür, cavab kimi götürə bilərsiniz. Gəldik 5-ci sualımıza. Son günlər şagird dərslərdə fəallıq göstərmir, tapşırıqları yerinə yetirmir və tənəffüslərdə tək qalmağa üstünlük verir. Müəllim onunla söhbət zamanı öyrənir ki, bəzi sinif yoldaşları onu qrup işlərinə qəsdən cəlb etmir və fikirlərini lağa qoyurlar. Müəllimin hansı addımı problemi həll etməkdə daha effektiv olar? Müəllimlər, unutmayın, müsbət bir cavab axtarırıq. Problemin həlli bərpa edici yanaşma ilə olmalıdır. Yəni, sən bu problemi çox üsulla həll eləyərsən, 5%, 10% əldə eləyərsən. Amma biri var ki, nəyisə dayandırmaq, biri var onu bərpa eləmək. Bax, biz həmişə bərpa eləməliyik. Bu şagirdlərin arasındakı bu problem var ha. Bax, bu aradan qalxmalıdır. Bax, sözü işarə edirəm ki, siz bunu görəsiniz ki, problemimizin kökü nədir? A bəndi, şagirdə həmin qrupla işləməməyi tövsiyə edir, növbəti qrup işlərində isə onu başqa şagirdlərlə birləşdirirəm. Amma baxın, bu bərpa elədimi? Eləmədi. Başqa qrupla işləsə belə, yenə bu yoldaşlarla onun arası pis qaldı. Axıra qədər də belə davam edir və bu təhlükəsiz deyil də, təhlükəli gərgin mühitdir. Olmaz, bütün mövzularımıza zid gedir bu. A bəndini atdıq kənara. Şagirdi diqqətlə dinləyirəm.
təhlükəsiz və dəstəkləyici mühit yaradıram, prosesdə iştirak edən şagirdlərlə fərdi söhbətlər aparıram, zərurət olduqda valideynləri və məktəbin müvafiq mütəxəssislərini prosesə cəlb edirəm. Səhv varmı burada? Yoxdur. Diqqətlə dinləyirəm, çünki o şagirdə də qulaq asıram, digərlərinə də qulaq asıram, onlarla da söhbət aparıram. Dediyimiz kimi, təhlükəsiz və dəstəkləyici mühit yaradırıq ki, o şagird özünü pis hiss eləməsin. Hətta ehtiyac yaranarsa, valideynlər, psixoloqlar rəhbərliklə belə danışmaq olar. Yəni, prosesə cəlb eləmək olar. Zərurət olduqda ya, hər dəfə deyil. Görürsünüz, hər şeyi nəzərə alan bir cavab olduğuna görə B variantı olur bizim düzgün cavabımız. Bəs niyə C bəndi olmur? Sinifdə bütün şagirdlərlə münasibətlər haqqında ümumi müzakirə təşkil edir və əməkdaşlığın əhəmiyyətini izah edir. İndi deyirsiniz ki, müəllim, nəyi pisdir bunun? Pis deyil, sadəcə ümumi müzakirə sözü səhv oldu da. Çünki mən buna dəqiq bir, konkret bir tədbir görməliyəm. Ümumi müzakirə aparım münasibətlər haqqında bu bizim problemimizi bərpa eləmir. Və məsələn, çox vaxtda iki şagird arasında ola bilər belə problem. Onu da ümumi müzakirəyə çıxarmaq düz olmaz. D bəndi vəziyyəti daha dəqiq qiymətləndirmək üçün bir müddət müşahidə aparır, əlavə məlumat toplayır və bundan sonra müdaxilə etməyi planlaşdırır. Yəni, bu da çox vaxt itkisidir. Yəni, yubanma var burada, ona görə D bəndini götürə bilmirik. Əlavə məlumat toplayana qədər, yəni, bunu onsuz da onlarla fərdi söhbət apararaq qısaca eləyə bildim B variantında. Ona görə D bəndi müdaxiləni çox gecikdirir. Y bəndi şagirdə özünə inamını artırmaq üçün tövsiyələr verir, eyni zamanda sinifdə əməkdaşlıq və hörmət mövzusunda ümumi söhbət aparır. Görürsünüz, xüsusi bir hadisədir, xüsusi də yanaşmalıydıq deyə, yenə müəllim ümumi söhbət aparıb deyə, bu doğru deyil. Hamısı səhv, bir dənə B variantı doğru cavabımız. 6-cı sual. Sinifdə qrup işi zamanı bəzi şagirdlər daimi eyni yoldaşları ilə işləməyə üstünlük verir, digər şagirdlər isə fəaliyyətlərdən kənarda qalırlar. Bu vəziyyət sinif daxili əməkdaşlığa mənfi təsir göstərir və bəzi şagirdlərin motivasiyasını azaldır. Müəllimin problemi həll etmək üçün seçdiyi hansı yanaşma məqsədə uyğun olar? Yəni, yenə doğru yanaşmanı axtarırıq müəllimlər. Doğru yanaşma olması üçün də yenə də bərpa edici, düzgün, ədalətli yanaşan bir cavab axtarırıq. Problemimiz də nədir? Yəni, digər yoldaşlar həmişə eyni yoldaşlarla işləyirlər, digər yoldaşlar da kənarda qalırlar. Bax, problemin də kökünü qeyd elədim ki, mənə lazım ola bilər aşağıda. A bəndi deyir ki, müəllim qrup işlərində iştirak etməyən şagirdlərə əlavə tapşırıqlar verir, digər şagirdlərin fəaliyyətinə isə müdaxilə etmir. Təbii ki, bu doğru deyil, çünki qrup işlərində iştirak eləmirlər, mən onlara tamam başqa iş verim və üstəgəl də o biri şagirdlərə də müdaxilə eləməyim ki, qoy həmişə eyni yoldaşlarla işləsinlər. Axı, bu səhv idi həmişə eyni yoldaşlarla işləmək. Ona görə A bəndi səhvdir də, niyə müdaxilə eləməyim ki? Biz həmişə demişik ki, qruplar heterogen olmalıdır, qarışıq və dəyişkən olmalıdır. B bəndi, müəllim vəziyyəti şagirdlərlə müzakirə edir, qrup işinin prinsiplərini yenidən müəyyənləşdirir və hər kəsin iştirakını təmin edən əməkdaşlıq qaydaları formalaşdırır. Baxaq ki, bu bərpa elədimi? Məncə elədir. Çünki müzakirə edirəm, danışaraq problemi tapıram. Qrup işinin prinsiplərini yenidən müəyyənləşdirirəm ki, olmaz hər dəfə eyni yoldaşlarla işləmək, səbəbini də açıqlayıram. Üstəgəl hər kəsi cəlb edən əməkdaşlıq qaydaları. Hər kəsin iştirakı nə deməkdir? İnklüzivlik deməkdir mənimlə. Yəni, burada da biz görürük ki, digər şagirdlər kənarda qalırdılar. Sualımızda bu pozulub da. Biz də bunu düzəltmək üçün əlbəttə ki, B bəndini götürək ki, o hər kəsi nəzərə alıb, hər kəsin iştirakını. Görürsünüz, ən uyğun cavab budur. Niyə C bəndi deyil? Müəllim məsələni valideynlər və məktəb rəhbərliyi ilə müzakirə edir, lakin sinif daxilində əlavə müdaxilə etmədən görülən tədbirlərin nəticəsini gözləyir. Bu səhvdir, bu onu göstərir ki, müəllimin heç bir səriştəsi yoxdur, ancaq məktəb rəhbərliyindən, valideynlərdən cavab gözləyir, özü də heç nə eləmir. Səhvdir. Müəllim qrup tərkiblərini yenidən formalaşdırır, hər şagirdin fərqli yoldaşlarla işləməsini təmin edir, şagirdlərin kənarda qalmasına səbəb olan münasibətləri müzakirə etmədən qrupların dəyişdirilməsi ilə kifayətlənir. Bax, bu cümlə yarıya qədər düzdür, ona görə diqqətsiz olanlar bunu düz cavab kimi götürürlər. Amma baxın, qrup tərkiblərini yenidən formalaşdırsam da, təmin eləsəm də,
mən münasibətləri müzakirə etmədən, problemi müzakirə etmədən qrupları dəyişdirmişəm. Artıq şagird başa düşmür də, nəticə çıxarmır. Problem budur. Y bəndi qrup işlərini müvəqqəti dayandırır, fərdi tapşırıqlardan istifadə edərək əməkdaşlıq problemlərinin zamanla aradan qalxacağını gözləyir. Bir şeyi buraxaq öhdəsinə ki, düzəlsin, bu da doğru bir şey deyil. Üstəgəl, bunu həmişə demişik ki, bir strategiya alınmayıbsa, onu uyğun şəkildə dəyişmək lazımdır. Onu tam dayandırım, heç vaxt ona toxunmuyum. Bu da doğru bir şey deyil. Cavabımız oldu. B variantı. Tez qaçırıq 7-ci sualımıza. Şagirdlərdən biri dərs zamanı müəllim izah edərkən tez-tez əlavə suallar verir və mövzu ilə bağlı maraqlı fikirlər səsləndirir. Nəticədə dərsin tempi zəifləyir, digər şagirdlərin diqqəti yayınır. Müəllim şagirdlə söhbət etdikdə məlum olur ki, o mövzuları əvvəlcədən oxuduğu üçün dərsdə daha fəal iştirak etmək istəyir. Yəni, qabaqdan gəlmiş deyilir də, belə deyək. Müəllim onunla razılaşaraq əsas tapşırıqları tamamladıqdan sonra mövzu ilə bağlı araşdırma və təqdimat xarakterli əlavə fəaliyyətlər seçməsinə şərait yaradır. Müəllimin bu yanaşmasının aşağıdakılardan hansını nəticə kimi qiymətləndirmək olmaz? Baxırıq müəllimlər, təbii ki, burada müsbət bir şeydən söhbət gedir. Yəni, necə müsbət bir şeydən? Müəllim bunu qarşılıqlı şəkildə razılaşaraq düzəltməyə çalışır da, burası müsbətdir. Yoxsa təbii ki, bu səhvdir ki, ancaq mən sual verim, digər şagirdlər sual verməsin, dərsə də mane olum. Bu da doğru deyil. Biz elə eləməliyik ki, həm dərs pozulmasın, həm də şagirdimizin verdiyi sual, məsələn, mövzu ilə əlaqəli deyilsə, daha sonra biz ona geri dönüş eləyə bilərik. Müxtəlif strategiyalar var. Biz baxırıq ki, müəllim onunla razılaşaraq əsas tapşırıqları tamamladıqdan sonra araşdırma və təqdimat xarakterli əlavə fəaliyyətlərə yönəldir. Yəni, onun marağını bu cür təmin edir. A bəndi, şagird dərsin gedişini pozmadan fəallığını fərqli fəaliyyətlər vasitəsilə nümayiş etdirməyə öyrənir. Yəni, əslində burada şagird, bu doğrudur, doğrudur. Bizdən səhvi istəyir də, qiymətləndirmək olmaz deyə. Həqiqətən də bu məsələdən sonra şagird nəticə çıxarır ki, deməli, mən əlavə araşdıraraq, təqdimat eləyərək, yəni maraqlanaraq bunun öhdəsindən gələ bilərəm. Bütün suallarımı ancaq dərs müddətində verməyə də bilərəm. Yəni, dərsi pozmamaq üçün. Və A bəndi deyir ki, dərsin gedişini pozmadan fəallığını fərqli fəaliyyətlər vasitəsilə nümayiş etdirməyə öyrənir. Bəli, doğrudur da, araşdırma və təqdimat fərqli fəaliyyətlərdir. B bəndinə baxırıq. Şagird müəllimin onun ehtiyacını nəzərə aldığını hiss etdiyindən dərs prosesinə münasibəti və əməkdaşlığı gücləndirir. Bəli, həqiqətən də müəllim gördü ki, şagirdin marağı var, araşdırmaya, təqdimata yönəltdi. Bu da şagird üçün daha xoş oldu təbii ki. Şagirdin davranışındakı müsbət dəyişiklik əsasən müəllimin daimi nəzarəti ilə formalaşır. Bax, bu səhvdir. Niyə səhvdir? Deyirsiniz ki, axı müəllim şagirdə nəzarət eləyir. Nəzarət eləyir, bunu əməkdaşlıq şəraiti ilə eləyir. Ancaq bir tərəfdən asılı olmur. Yəni, ancaq müəllim dəyişsin şagirdi, belə bir şey yoxdur. Yəni, şagirdin də ehtiyacları ödənməlidir, şagirdin də düşüncəsi nəzərə alınmalıdır. Yəni, bu qarşılıqlı formalaşan bir şeydir. Ancaq müəllimin nəzarəti ilə desək, doğru deyil. Əgər belə olsaydı, biz şagirdlərdə özünə nəzarət bacarıqlarını formalaşdırmazdıq da heç. Ona görə müəllimlər, C-ni həqiqətən də nəticə kimi götürmək olmaz. D bəndi, şagird marağını əlavə araşdırma tapşırıqlarına yönədərək dərs prosesində daha məqsəd yönlü iştirak edir. Doğrudur. Gördünüz də, əlavə araşdırmaya yönəldib müəllim. Müəllim və şagird arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlıq möhkəmlənir. Şagird öz davranışını daha sərmərəli tənzimləyir. Bütün variantlarda olduğu kimi Y-də də şagird bu məsələdən düzgün cavab çıxarır, düzgün nəticə çıxarır və əməkdaşlıq da möhkəmlənir. Bir dənə C bəndi doğru ifadə eləyə bilmədi. 8. Aşağıdakı tapşırıqlardan hansı Norman Webin dərin bilik səviyyələri nəzəriyyəsinə görə genişləndirilmiş düşünmə səviyyəsinə aiddir? Müəllimlər, genişləndirilmiş, yəni 4-cü səviyyədən söhbət gedir, bunu bilirsiniz. A bəndi, təqdim olunan iqlim xəritəsi və meteoroloji məlumatlar əsasında ərazinin iqlim tipini müəyyənləşdirin və bu nəticəni əsaslandıraraq uyğun təbii zona ilə əlaqələndirin. Yəni, burada yuxarı səviyyədə olsa da genişləndirilmiş düşünmə deyil. Çünki
bizdən əsaslandırma bacarıqları istəyir. Bu da çox vaxt 3-cü səviyyədə strateji düşünmədə olur. Daha sonra iki müxtəlif təbii zonanın iqlim, torpaq və bitki örtüyünü verilmiş məlumatlar əsasında müqayisə edin. Oxşar və fərqli xüsusiyyətlərini müəyyənləşdirin. Gördüyünüz kimi, burada da ancaq oxşar fərqlilikdən, müqayisədən söhbət getdiyinə görə bu daha çox ikinci səviyyəyə uyğundur. Anlayışlar və bacarıqlar, fənlə bağlı bacarıqlarımız. C bəndi, meşə sahələrinin azalmasının torpaq, su ehtiyatları və canlı aləminə təsirini verilmiş mətn və şəkillər əsasında izah edərək səbəb-nəticə əlaqələrini göstərin. Məmlər, nəyinsə səbəbini izah edirsə, səbəb-nəticə əlaqəsi qursa, bu da anlamaqdır. Anlayışlar və bacarıqlar addımı ikinci addımdır. Təqdim olunan cədvəl və diaqramlardan istifadə etməklə əhalinin miqrasiya göstəricilərini təhlil edin, əsas dəyişiklikləri müəyyənləşdirərək nəticə çıxarın. Görürsünüz ki, burada da tam genişləndirilmiş düşüncə deyil, yəni dəyişiklikləri tapıram, nəticə çıxaram da. Nəticə çıxarmaq anlamağa yönələn bir şeydir. Qalır Y bəndi. Görək burada yenilik varmı? Seçilmiş bir regionda su ehtiyatlarının azalmasının səbəblərini müxtəlif mənbələrdən araşdırın. Əldə etdiyiniz nəticələrə əsasən problemin həlli üçün əsaslandırılmış fəaliyyət planı hazırlayıb təqdim edin. Görürsünüz, burada bütün səviyyələri özündə də daşıyır, əsaslandırmanı da belə. Artıq yenilik də var. Görürsünüz, həm tənqidi təfəkkür, həm yaradıcı təfəkkür birləşir. Yeni bir fəaliyyət planı hazırlayıb təqdim edirsiniz. Bu da onu göstərir ki, siz bütün mövzunun daxilində hərəkət eləmişsiniz, genişləndirmişsiniz mövzunu. Cavabımız olur Y bəndi, genişləndirilmiş düşünmə. Yəni, çünki siz səbəbləri araşdırırsınız, problemin əldə üçün əsaslandırılmış yollardan fəaliyyət planı hazırlayırsınız. Yeni bir şey plan hazırlamaq var deyə cavabımız məlumdur. Gəldik 9-a. Müəllim şagirdlərə tapşırır ki, bu hansı mövzuda? Ən çox sevdiyiniz, gecə-gündüz dilinizdən düşmədiyi sevimli mövzu. Müəllim şagirdlərə tapşırır ki, məktəbdə keçiriləcək aktiv həyat, təmiz ətraf adlı tədbir üçün ssenari hazırlasınlar. Şagirdlər idman yarışlarını, ekoloji aksiyaları planlaşdırmalı və tədbirin cəmiyyətə təsirini əhatə edən proqram tərtib etməlidirlər. Bu tapşırıq Bloom taksonomiyasının hansı mərhələsinə uyğundur? Müəllimlər, təbii ki, burada siz nədə diqqətli olmalısınız əsasən? Bloom taksonomiyasında məsələn, hər dəfə nəsə düzəldir deyəndə ağlınıza yaratmaq gəlməsin də. Yəni, şagird nəsə düzəldirsə, bu tətbiqdə ola bilər, bu yaratmaq da ola bilər. Hətta bəzi hallarda deyə bilərik ki, anlamaq belə ola bilər. Baxır sualın özünə. Yəni, bəzi müəllimlərimiz var ki, proqram tərtib etməlidir, deməli, özü eləyəcək, gedir, yaratmağa götürür. Onsuz da müəllimlər, bütün mərhələləri eləyən özüməm. Mənim yerimə kimsə eləmir ki, özüm eləyirəm də, bu cür yanaşmayan. Bax, deyir ki, bir ssenari hazırlayacaqsan, diqqətlə oxuyun. Şagird idman yarışlarını, ekoloji aksiyaları planlayacaq və tədbirin cəmiyyətinə təsiri əhatə edən proqram tərtib edəcək. Proqram tərtib eləyəndə yəni mən bunu yeni sıfırdan hazırlamıram ki, yəni layihə kimi düzəltmirəm ki, düzdür? İdman yarışlarıdır, onu araşdırırsan, onun haqqında edirsən, ekoloji aksiyaları planlayırsan. Yəni bunlar hamısı sənin ideyaların deyil ki, sən bunu yaratmağa götürəsən. Sadəcə hazır olan bir şeyi araşdırıb proqram tərtib edəcəksən ondan. Ona görə bu tətbiq etmə mərhələsi olacaq ki, materialı tətbiq eləmək, nəsə hazırlamaq, material verildi, mən də tərtib elədim. Tətbiq etmə mərhələsi daha uyğundur. Gəldik 10-cu sualımıza. Müəllim sinifdə diskussiya mədəniyyətini inkişaf etdirmək məqsədi ilə demokratiyanın məktəbdə rolu mövzusunda debat təşkil edir. Debat zamanı şagirdlərdən biri öz fikirlərini qətiyyətlə və ardıcıl şəkildə əsaslandırır. Lakin bu zaman digər şagirdlərin fikirlərini tez-tez kəsir, onların ifadə imkanlarını məhdudlaşdırır. Xüsusilə daha sakit təbiətli və utancaq şagirdlər fikirlərini bölüşməkdə çətinlik çəkirlər. İnklüziv mühiti yaratmaq üçün hansı yanaşma ən uyğun hesab oluna bilər? Bəli müəllimlər, inklüziv deyəndə biz başa düşürük ki, digər şagirdlərin söz haqqına girirəmsə, ancaq özüm hərəkət edirəmsə, bu inklüzivliyi pozur. Elə bir cavab axtarıram ki, hər kəsə uyğun olsun.
A bəndi deyir ki, müzakirədə tez-tez müdaxilə edən şagirdə liderlik bacarıqlarını tərifləyərək onun dominantlığını sinif üçün motivasiya edici nümunə kimi göstərməliyəm. Digər şagirdlərin özlərinin inamını da bu nümunə üzərindən formalaşdırmalıyam. Tamamilə səhvdir. Birincisi, şagird burada səhvə yol verir. Mən onun liderlik bacarıqlarını tərifləyə bilmərəm. Əksinə, əks əlaqə qura bilərəm ki, düzəltsin. Uzağı bunu eləyə bilərəm. Üstəlik bilirsiniz ki, bir də şagirdləri bir-birinə nümunə göstərmək rəqabət yaradır, qıcıq yaradır. Bu da doğru bir şey deyil. Ona görə A bəndi götürə bilmirik. Hər bir şagirdə özünü ifadə etməsi üçün eyni müddət tanımalı, danışıq ardıcıllığını müəllimin təyin etdiyi siyahı üzrə idarə etməlidir. Bax, görürsünüz, yenə burada məhduddur şagirdlərin fəaliyyəti. Üstəgəl hamıya eyni müddət vermək düşünürsünüzsə ki, bu ədalətlidir, əslində səhvdir. Çünki hər bir şagirdin eyni dərəcədə vaxta ehtiyacı yoxdur, axı müxtəlif olmalıdır. Şagird var ki, yəni qısa müddətdə fikrini ifadə edir. Şagird var ki, uzun müddət lazımdır. Yəni biraz saniyələrə çoxaltmaq lazımdır ki, siz ondan bir cavab ala biləsiniz. Ona görə B bəndi səhv. Aktiv şagirdin öz potensialını ortaya qoymasını təmin etmək üçün onu ayrıca təqdimata yönləndirmək, digər şagirdlərə isə fərdi yazılı tapşırıqlar verməlidir. Baxın, burada da düşünürsünüz ki, fərqli tapşırıqlar verir, inklüzivdir. Amma bilirsiniz, bu şagirdi yəni sırf bu davranışına görə ayrıca təqdimata yönəldim. Bu da doğru deyil də. Amma mən onun çatışmazlığını həll eləməliyəm. Bayaq da dedim, kurikulumda həmişə bərpa edici yanaşma. Siz bu məntiqlə işləməlisiniz sualları. Burada heç nəyi bərpa eləmir axı. Görürsünüz, deyir ki, ayrıca təqdimata yönləndirəm. Getdi təqdimatda da yenə təqdimatını elədi, özü danışdı. Yenə bu şagirdi bu mənfiləri aradan qalxmır. Şagirdlər arasında səs vermə apararaq müzakirə liderini seçməli və bu şəkildə sinifin öz dinamikasını, özünün tənzimləməsinə imkan yaratmalıdır. Bu da doğru deyil, çünki müəllimlər heç bir istiqamət vermirsiniz, heç bir tədbir görmürsünüz, elə deyirsiniz ki, sinif öz-özünü tənzimləsin, özü düzəlsin. Təbii ki, doğru yanaşma deyil. Qalır Y bəndi, müzakirə zamanı şagirdlərə danışıq vaxtını idarə etmək üçün qaydalar təqdim etməli. Eyni zamanda emosional zəkanın sosial məlumatlılıq, münasibətlərin idarə olunması komponentlərini tətbiq etməyə təşviq etməlidir. Bax, bu doğrudur müəllimlər, bu doğrudur. Çünki danışıq vaxtını idarə etmək problemi həqiqətən də bu dəqiqə sinifimizdə var. Ona görə bu problem çıxıb da, digərlərinin vaxtına gəlirəm. Üstəgəl, bu Golemanın emosional zəka nəzəriyyəsinə görə bilirsiniz ki, sırf axırda olan bu iki komponent sırf sosial bacarıqlara yönəlir də. Məsələn, empatiya, liderlik, daha sonra münasibətlərin idarə olunması, inandırıcılıq qabiliyyəti. Görürsünüz, şagirdlər arasında sırf bu cür sosial problem var deyə, sosial bacarıqların. Biz də Y bəndində tədbiri görürük sırf sosial bacarıqlar üzrə. Yəni, bunu düzəldəndən sonra artıq fikirlərini tez-tez kəsmirlər, heç kim də kənarda qalmır, inklüzivlik də pozulmur. Gördünüz müəllimlər, deməli, Y bəndi həqiqətən də bərpa edir. Bax, bütün suallarda da bu cür yaramıza məlhəm olan cavab axtaracaqsınız. Yəni, biri var ki, yaranı təmizləsin, amma onu sarımasın. Biri də var ki, həm təmizləsin, həm sarısın, tam məlhəm də olsun. Yəni, 100% mənim problemimi bərpa edən cavab götürəməmişəm. Gəldik 11-ə. Verilmiş fikirlərdən diaqnostik qiymətləndirməyə aid olanları seçin. Bu qiymətləndirmə vasitəsilə tədrisin təşkili effektiv şəkildə tənzimlənir və şagirdlər tərəfindən məzmunun mənimsənilməsinə şərait yaradır. Müəllimlər, diaqnostiklə məzmunu mənimsətmirsiniz. Çünki o hər gün apardığınız bir şey deyil. Onunla tənzimləmirsiniz. Siz ondan məsələn də planınızı qurmaq üçün istifadə edə bilərsiniz. Şagirdi tanımaq üçün istifadə edə bilərsiniz. Amma tənzimləmə varsa, deməli, mən bunu hər gün tez-tez aparıram ki, tənzimləmə var da. Deməli, bu formativə daha çox uyğundur deyə biri götürmürəm. Bu qiymətləndirmə növü müəllim üçün barometr rolunu oynamaqla dərsi effektiv şəkildə planlaşdırmağa və tədrisin effektiv qurulmasına təkan yaradır. Bax, bu da doğru olan, çünki barometr onun ləqəblərindən biridir. Səni ölçür də, ölçür və sənə uyğun plan qurmaqda müəllimə kömək eləyir. Sən bilirsən ki, artıq hansı şagirdə hansı tapşırığı verəcəksən. 2 doğrudur, hansı şagirdin potensialı nədir? Bax, onu barometr kimi ölçüb tapırsan.
3 də bu qiymətləndirmə şagirdin motivasiyasını və öz-özünə öyrənmə qabiliyyətini artırır və şagirdin müstəqil öyrənməsi, öz biliklərini təkmilləşdirmənin yollarını daha yaxşı başa düşməsi üçün istiqamət verir. Müəllimlər, burada da şagirdin müstəqil öyrənməsi, nəyisə düzəltməsi, istiqamətin verilməsi, bunlar hamısı formativə uyğundur. Yəni diaqnostikdə şagird bunu özü üçün eləyə bilməz axı. 4 də bu qiymətləndirmə üçün nəzərdə tutulmuş tapşırıqlardan həm də şagirdlərə bölmənin sonunda nələri öyrənmiş olduqlarını müəyyənləşdirmək üçün istifadə etmək olar. İndi bəzi müəllimlərimiz burada son sözünü görüblər, bölmənin sonunu düşünüblər ki, bu summativdir. Amma diqqətli olun, yəni siz diaqnostikin həmin tapşırıqlarını sonda da verə bilərsiniz ki, görək yəni nə dərəcədə inkişaf var. Sadəcə barometr kimi ölçmək üçün bunu edirsiniz. Yoxsa bu rəsmi nəticədir, bunu jurnala qeyd edin və s. bu məqsədlə aparmırsınız ki, ona görə olar. Yəni diaqnostikdə bu var. Bu qiymətləndirmə fənn və ya mövzu haqqında ümumi yanlış təsəvvürləri müəyyən etməyi və problemləri aradan qaldırdıqdan sonra fəaliyyətə uyğun davam etməyi təşviq edir. Bu da doğrudur, diaqnostikdə var. Çünki şagirdin nəyi yanlış bilir, nəyi düz bilir. Barometr kimi bunu hesablayırsan, ölçürsən daha doğrusu. Bir sözlə şagirdi sən diaqnostik eləyirsən, tanıyırsan onu. Və buradan çıxan nəticəyə görə də gələcək planı qurmuş olursan. 2, 4, 5 düzgün cavabımız olur C variantı. 12. Məktəbdə keçirilən idman yarışlarından sonra müəllim diqqət edir ki, Rəşad qalib gələn komanda üzvlərinin sevinc nümayiş etdirmə tərzini, danışıq üslubunu və hərəkətlərini ertəsi gün sinifdə eyni ilə təkrarlayır. Müəllim onunla söhbət etdikdə Rəşad bu davranışların ona maraqlı gəldiyini və buna görə təqlid etdiyini bildirir. Verilmiş situasiyada şagirdin davranışı daha çox hansı nəzəriyyəyə uyğundur? Müəllimlər, baxıb təkrarlamaq nə deməkdir? Yəni müşahidə əsaslı öyrənmə. Biz sizlə belə bir nəzəriyyə keçmişik. Müşahidə əsaslı öyrənmə, yəni sən ətrafdakı insanları izləyirsən və təkrarlayırsan, təqlid edirsən. Təbii ki, çıxan nəticəyə görə. Məsələn, indi sosial sözünə alınıb Lev-Vygotsky nəzəriyyəsini götürməyin. Yəni orada birbaşa təkrarlamaq deyil də, orada daha bilikli, daha təcrübəli biri sənə kömək edir, sənə istiqamət verir. Amma burada istiqamət yoxdur, elə təqlid eləmək, baxıb təkrarlamaq var. Bu, sırf Albert Bandura'nın sosial öyrənmə nəzəriyyəsində var. Çünki onun ikinci alternativadır. Müşahidə əsaslı öyrənmədir, baxıb təkrarlamaqdır da yəni. Sosial intizam modeli deyil, əməkdaşlıq proaktiv deyil, seçim nəzəriyyəsi deyil. Təbii ki, bunların hərəsinin öz məntiqi var müəllimlər. Qısaca deyə bilərəm, imtahana bir gün qalıb deyə bəlkə kimisə yadından çıxa bilər. Baxın, Lev-Vygotsky'də deməli daha təcrübəli bir şəxsin köməyi, seçim nəzəriyyəsində təməl ehtiyaclarımızın ödənməsi və bu zaman insanın özünün uyğunlaşması, arzu olunan davranışlarını sərgiləməsi. Roskerinin əməkdaşlıq və proaktiv əylələr nəzəriyyəsində şagird ya bacarıqsızdır, ona görə davranışını pozur, ya da ki, onun problemi var. Əməkdaşlıqla bunu tapıb həll etməyə lazımdır. Sosial intizam modeldə deyir ki, şagirdlərin davranışında, yəni arxa planda başqa səbəblər ola bilər. Onların niyyətləri, məqsədi başqa, davranışı başqa ola bilər. Siz bunu araşdırıb diqqətə almalısınız. Bax belə, yəni ən uyğun cavabımız yenə Y bəndi olur, çünki müşahidə eləyib, təkrar və elmi məqalələrdə məlumat toplayır. Mənbələr arasında ziddiyyətlər olduğunu gördükdən sonra müəlliflərin ixtisasını, məlumatların istinadlarını, dərc tarixini və təqdim olunan sübutların etibarlılığını müqayisə edir. Daha sonra layihəsində yalnız etibarlı hesab etdiyi məlumatlardan istifadə edir, arqumentlərini əsaslandırır. Verilmiş situasiyada Bloom taksonomiyasının hansı mərhələsindən söhbət gedir? Müəllimlər, bax burada əgər deyirsiniz ki, müəlliflərin haqqında məlumat axtarır, nə olsun? Yəni daha artığı var da, bu təhlil deyil ki. Mən burada fikirlər toplayıram, mən hansını etibarlı hesab eləyirəmsə, onlarla götürüb əsaslandırıram. Yəni burada artıq mənim seçimim var, mənim fikrim, mənim düşüncəm var, mənim əsaslandırmam var. Yəni bu dəyərləndirmə mərhələsidir ki, siz bu etibarlılığı müqayisə edəndən sonra hansını etibarlı hesab edirsə ondan istifadə edirsiniz. Yəni dəyərləndirən tərəf sənsən, qiyməti verən tərəf sənsən ki, hansı etibarlıdır, hansı deyil və s.
və arqumentləri də əsaslandırırsan. Ona görə bu sualın cavabı olur dəyərləndirmək. Yəni təhlildən daha artığı var burada. 15. Cəfər Cabbarlının Oqtay Eloğlu əsərində Oqtayın uğursuzluqlarının əsas səbəbini yalnız maddi çətinliklərlə izah etmək nə üçün düzgün deyil? Verilmiş tapşırıq hansı mərhələyə uyğundur? Təbii ki, anlamaq mərhələsi məmlər, çünki mən nəyinsə səbəbini izah eləyirəm. Əsəri oxumuşamsa, səbəb-nəticə əlaqəsi qurub nəticəmi çıxartmışamsa, indi də izah edirəm. Artıq heç nə yoxdur, anlamaq mərhələsinə uyğun bir sual idi. 16. Müəllim kimya dərsində şagirdlərə laboratoriya işi yerinə yetirməyi tapşırır. Təcrübə zamanı bir qrup gözlənilən nəticəni əldə edə bilmir və işini yarımçıq qoymaq istəyir. Müəllim onlara yaxınlaşaraq deyir, nəticənin alınmaması araşdırmanın bir hissəsidir. Gəlin əvvəlcə yerinə yetirdiyiniz addımları ardıcıllıqla nəzərdən keçirək, hansı mərhələdə fərqli hərəkət etdiyinizi müəyyənləşdirək. Sonra isə həmin hissəni yenidən yoxlayarsınız. Müəllimin yanaşması haqqında ən doğru fikir hansıdır? Doğru fikir axtarırıq və artıq siz bilirsiniz ki, burada müəllimin yanaşması da doğrudur da, mənfi bir şey yoxdur. Çünki bayaq işarə eləmişəm, yarımçıq qoymaq istəyirlər. Təbii ki, bu yaxşı bir şey deyil. Yarımçıq qoymaq istəyirlərsə, müəllim bir istiqamət verməlidir ki, şagirdlər yarımçıq saxlamasınlar bu tapşırığı. A bəndi deyir ki, müəllim şagirdlərin motivasiyasını artırmağa çalışsa da, problemi əldə etmək üçün onlara kifayət qədər istiqamət verməmişdir. Niyə? Da yazıq müəllim neynəsin? Müəllim istiqamət də verib, yəni dəstəyini də göstərib, görürsünüz, nəzərdən keçiriblər, yoxlayıblar. Da neynəməlidir müəllim? Ona görə A bəndi doğru deyil. B bəndi, müəllim şagirdlərin emosiyalarını idarə etməklə dəstəkləyici mühit yaratmış, lakin səhvi düzəltməkdə onlara kömək etmədiyi üçün diriləncəyib. Axı kömək eləyib. Yenə niyə mən bu variantı götürəm? C bəndi, müəllim fasilitasiya qaydalarına uyğun olaraq şagirdləri düzgün nəticəyə yönəldərək hazır plan vermiş və diferensial təlimi reallaşdırmışdır. Müəllimlər, fasilitasiya qaydaları var bizim sualımızda, amma hazır plan vermək nə vaxtdan fasilitasiya olub? Hazır plan, hazır məlumat vermək doğru deyil. Fasilitasiyada da doğru deyil, sualımızda da doğru deyil. Bu da səhvdir. Konstruktiv rəy vasitəsilə şagirdlərdə qapalı düşüncə tərzinin formalaşmasının qarşısı alınmış, metakognitiv biliklərin inkişafı təmin olunmuşdur. Baxın, cavabımız budur müəllimlər. Çünki biz yuxarıda bayaq işarə elədik ki, problem hardadır? İşi yarımçıq qoymaq istəyirlər. Qapalı düşüncədə həvəsdən düşüb. Mən isə bunun qarşısını alıram, konstruktiv rəy verərək dəstəkləyirəm. Onlar da həvəslənib davam edirlər. Üstəgəl, fəaliyyətlərində olan səhvləri axtarıb tapmaq, düzəltmək və s. Bu da metakognitiv biliyi əlbəttə ki, formalaşdırandır. Cavabımız olur D bəndi. Bəs niyə Y bəndi deyil? Müəllim şagirdlərin emosional durumunu nəzərə alaraq onların fəaliyyətə yenidən qoşulmasına şərait yaratmışdır. Bilirsiniz, bu 5-3% uyğun gəlir, amma sualımızdakı yanaşmamızı tam izah edən bənd var. Biz onu saxlaya Y bəndini götürə bilmərik heç vaxt. Durumu nəzərə alıb fəaliyyəti yenidən qoşulur. Burası yəni tam ifadə eləmir də. Amma yuxarıda bizə dəqiq deyir ki, müəllimin yanaşmasının səbəbi nədir? Çünki onlarda bir neçə cür bacarıq formalaşdırır. Gəldik 17-ci sualımıza. Cədvələ əsasən uyğunluq deyir müəllimlər və təlim üsullarından söhbət gedir. Baxaq birinciyə. Həm şagirdlərə düşüncələrini siniflə bölüşmək imkanı verən, həm də onlara dərs zamanı hərəkət edə bilmək imkanı verən əyləncəli fəaliyyətdir. Müəllimlər, Mənkiməm üsulunda əyləncəli sözü olsa da, o da əyləncəli fəaliyyətdir də. Amma düşüncələri bölüşmək özdə bunu hərəkətlə eləmək sinif küncləri üsulundadır. Ona görə Mənkiməm üsulunu səhv götürürük. Yanında da doğru yazıb deyə bu uyğunsuzluqdur. Biri atın kənara. Əgər bu Mənkiməm olsaydı belə deyərdi ki, tarixi şəxsiyyətlər, obrazlar və s. haqqında biliklərini əyləncəli şəkildə yoxlayır. Belə desəydi düz götürərdi. Amma bu sinif künclərinin tərifini verib. 2-yə baxaq. Müəllim bilgi öyrənməni yoldaş qiymətləndirilməsini təmin etmək istəyir, şagirdləri aktiv saxlamaq istəyir. Bu açar sözlərdə hamısı həqiqətən karuseldə var. Yoldaş qiymətləndirilməsi, bilgi öyrənmə, aktiv saxlamaq. Üçü də karuseldə var müəllimlər. Çünki orada yoldaşlar bir-birlərinin tapşırıqlarını dəyərləndirirlər, iş vərəqlərini.
Yanında da doğru yazıldığına görə bəli, 2 uyğundur. 3-də deyir ki, müəllim ətraf mühitin qorunması mövzusunu tədris edərkən şagirdlərə belə bir tapşırıq verir ki, təsəvvür edin ki, şəhərinizdə bütün avtomobillər elektrik enerjisi ilə işləyir. Bu dəyişiklik insanların həyatına, ətraf mühitə və iqtisadiyyata necə təsir edərdi? Müəllim şagirdlərdən fərqli ehtimallar irəli sürmələrini və fikirlərini əsaslandırmalarını istəyir. Və biz görürük ki, burada qərarlar ağacı qeyd olunub. Amma qərarlar ağacı deyil axı. Niyə? Çünki biz bir sual veririksə, şagirdlərdən fərqli cavablar istəyiriksə, bu beyin əmləsi ola bilər məsələn. Amma qərarlar ağacında bundan sonrası da var da. Hərə bir həll yolu, problemin həlli yolu üçün təklif eləyir. Sonra bu təkliflərin sayını qısaldır, 3 ədəd saxlayırsınız. Onların da müsbət mənfi tərəflərinə baxandan sonra ən ideal üsulu seçirsiniz. Qərarlar ağacında belə olur. Ona görə bu səhvdir, yanında da doğru yazılıb deyə bu da uyğunsuzluqdur. 4-də müəllim yeni mövzuya başlamazdan əvvəl əsas anlayışı lövhədə qeyd edir. Şagirdlər həmin anlayışla bağlı əvvəlki biliklərini, əlaqəli anlayışları və xüsusiyyətləri müxtəlif istiqamətlə üzrə qeyd edirlər. Daha sonra müəllim bu fikirlər arasındakı əlaqələri müəyyənləşdirərək onları sxem şəklində qruplaşdırır. Bu proses şagirdlərə bilikləri sistemləşdirməyə, mövzunun ümumi strukturunu görməyə imkan verir. Bəli, klasterdir, amma yanında yanlış yazılıb deyə götürmürük. Çünki müəllimlər əsas anlayış lövhədə qeyd olunursa, onunla əlaqəli sözlər düzülürsə, üstəlik sırf əvvəlki biliklər var, yeni bilik yoxdur. Klasterdə verək də mövcud biliklərinizi yada salırsınız. İndi bu düzdürsə, yanında niyə yanlış yazıb? Uyğunsuzdur, gördünüzmü? Qaldı bir dənə 5-ci. Bu texnologiya şagirdlərin işarələr sistemindən istifadə etməsi, mətni anlamağı, mətnə dair malik olduğu məlumatları yoxlamaq üsuludur. Həqiqətən də insertdir, yanında doğru yazıb deyə götürdük. Çünki işarələr sistemi, daha sonra oxuyub anlama bacarıqları, mətn anlamaq, səmərəli mütaliə, bu sözlər sizə verirsə inserti mütləq götürün. 2 ilə 5 cavabımız olur A variantı. 18. Verilmiş rəy nümunələrindən hansı şagirdin inkişafını təmin etmək baxımından effektiv hesab edilə bilməz? Bilməz deyirsə, səhv olan axtarırıq. Mövzunu ümumilikdə yaxşı mənimsəmisən. Ancaq cavablarında əsas anlayışlarla ikinci dərəcəli məlumatlara ayrılmaqda çətinlik çəkirsən. Növbəti tapşırıqda əvvəlcə əsas fikirləri müəyyənləşdirməyə çalışsan, cavabların daha dəqiq olacaq. Görürsünüz müəllimlər, biz yaxşı olanı da vurğuladıq, mənfi olanı da vurğuladıq, istiqamət də verdik. Əlbəttə ki, bu doğru rəydir, hamısı tamamlanmalıdır burada. Qrup işində fəal iştirak edirsən və fikirlərini əsaslandırmağa çalışırsan. Bu oldu müsbət. Növbəti dəfə komanda yoldaşlarının fikirlərini ümumiləşdirərək yekun nəticə çıxarmağa çalış. Bu əməkdaşlıq bacarığını daha da inkişaf etdirəcək. Görürsünüz, burada da yenə müsbətlə başladım ki, fəal olan nədir? Səhv nədədir? Necə düzəldə bilərsən? Bu da doğru rəydir. Yazılı cavablarında nümunələrdən istifadə etməyin müsbət haldır. Lakin seçdiyin nümunələrin mövzu ilə əlaqəsini daha aydın izah etsən, arqumentlərin daha inandırıcı görünər. Və burada da yəni müsbəti olanı da vurğulayıb, nəyi eləyə bilmir, ona da istiqamət verib, bu da doğru. Sən ağıllı və bacarıqlı şagirdsən. Biraz da çalışsan, gələcəkdə bütün tapşırıqları uğurla yerinə yetirərsən, sinifin ən yaxşı şagirdlərindən biri olarsan. Birincisi müəllimlər, sinifin ən yaxşı şagirdi olmaq rəqabət yaratmalıdır. Bu düzgün yanaşma deyil. İkincisi də düzgün tərifləmədən istifadə olunmalıdır rəydə. Biz şagirdin ağlını, intellektini, zəkasını tərifləyiriksə, deməli emosiyalara yönəlirik. Bu isə effektiv rəyin verilməsində səhvdir müəllimlər. Cavabımız oldu D bəndi. Y bəndində də görürük ki, müsbət olanı vurğulayıb ki, təqdirə layiqdir sən bunu etməyin. Nə etməyə çalış və bu sənə necə kömək edəcək? Gördünüz, istiqamət də var, mənfisi də var, müsbəti də var. Rəy hər tərəfli verilibsə biz onu səhv götürə bilmərik. Bir də D bəndində çatışmazlıq var, çünki rəyin ən təcili qaydalarından biri pozulub. Emosional rəy verilib. Amma rəy verilməlidir idraki fəaliyyətə, yəni şagirdin gördüyü işə. 19. Müəllim yazı işi zamanı şagirdlərin işlərini izləyir və yazılar yoxlanıldıqdan sonra hər bir şagird üçün fərdi rəy hazırlayır. O müşahidə edir ki, bir şagird eyni tip sözləri dəfələrlə səhv yazır.
Baxmayaraq ki, mətnin məzmununu düzgün qurur, fikirlərini aydın ifadə edir. Müəllim istəyir ki, verəcəyi rəy şagirdə yalnız səhvini göstərməsin, həm də növbəti yazılarda həmin səhvlərin azaltmasına kömək etsin. Müəllim üçün ən uyğun rəy hansıdır burada? Yazında orfoqrafik səhvlər çoxdur. Gələcəkdə daha diqqətli olmağa çalış. Əgər mən belə bir rəy verəcəmsə, doğrudan da tez-tez elə səhv eləyəcək. Çünki diqqətli olmağa çalış, bu doğru istiqamət deyil də, konkret bir istiqamət verməlisən ki, bu şagird problemini necə həll edəsin. B bəndi, yazı yazmazdan əvvəl bütün orfoqrafik qaydaları yenidən oxusan, səhvlərin azalacaq. Bütün orfoqrafik qaydaları oxutdurmaqdansa, bax, konkret yol göstərmək olardı ki, səhvləri necə azaldım da, hansı qaydaları pozuram, nəyi səhv edirəm və necə düzəldə bilərəm. C bəndi, yazını bitirdikdən sonra onu bir daha oxu və şübhə etdiyin sözləri lüğətlə yoxla. Yəni, sırf lüğətlə yoxlamaq, lüğətdən söz götürmək, bunlar çox vaxt səhv çıxan versiyalardır. İstiqamət deyil, axı lüğətlə yoxla. Bax, səhvimi düzəldən bir şey axtarıram mən. Səhv yazdığın sözləri qeyd etmişəm. Həmin sözlərin düzgün yazılışını nəzərdən keçir, yəni öyrən. Onları müxtəlif cümlələrdə bir neçə dəfə işlədərək yaz. Növbəti yazında həmin sözlərə xüsusi diqqət yetir. Gördünüz, sırf səhvimə, bacarmadığım, çətinlik çəkdiyim o problemə yönələn verilmiş rəy. Gördünüz, neçə dəfə deyir ki, cümlədə işlət ki, sən hər dəfə bu səhvə yol verməyəsən də tam başa düşəsən mahiyyətini. Qalır Y bəndi. Yazında məzmun yaxşıdır, lakin orfoqrafik səhvlər qiymətinə mənfi təsir göstərib. Çalış ki, səhv etməyəsən, amma necə çalış, bunu bir dənə D bəndində deyim, o biri bəndlərdə deməyim. Ona görə cavabımız oldu D variantı. Və sınavımızın və mövsümümüzün dərsliyinin sonuncu sualına gəldik. Sinifdə müəllim yeni mövzunun izahından sonra şagirdlərə qısa tapşırıq təqdim edir. Cavabları təhlil edərkən görür ki, bəzi şagirdlər əsas anlayışı artıq mənimsəyiblər, digərləri isə hələ də çətinlik çəkirlər. Növbəti mərhələdə müəllim bir qrup üçün tətbiq yönlü tapşırıqlar, digər qrup üçün isə istiqamətləndirici suallar və əlavə nümunələr hazırlayır. Dərsin sonunda bütün şagirdlərin nailiyyətləri eyni meyarlar üzrə qiymətləndirilib. Bu situasiyada müəllimin yanaşmasını düzgün ifadə edən cavab axtarırsınız müəllimlər. Baxın, bir yerə qədər müəllim yaxşı gəlib. Müəllim müxtəlif tapşırıqlar verib, hər qrupa ayrı yanaşmağa çalışıb, istiqamət də verib. Hər şeyi fərqli eləyəndən sonra gəlib qiymətləndirmə meyarlarını eyni qoyub. Bu diferensial təlimə ziddir, inklüzivliyi də pozacaq ki, hamını eyni meyarla qiymətləndirirsən. Amma biz sırf formativdə də müxtəlif qiymətləndirmə vasitələri, üsullar keçmişik. Hamısının meyarı eyni ola bilər? Yox. Məsələn, özünü qiymətləndirməklə yoldaş qiymətləndirməsinin meyarları necə eyni ola bilər ki? Ona görə bu bir səhvdir və bu yanaşmanı düzgün ifadə edən, bizə geri qaytara bilən bir cavab istəyirik. Deyir ki, müəllim formativ qiymətləndirmədən yalnız şagirdlərin səhvlərini müəyyənləşdirmək üçün istifadə edir. Belədirmi? Axı belə deyil. Yəni, sadəcə səhvləri müəyyənləşdirim, tapın. Axı, müəllim düzəltməyə də çalışır. İstiqamət də verib, istiqamətləndirici suallar, tətbiq yönlü tapşırıqlar da verib. Ancaq məqsəd səhvi tapmaq deyil. B bəndi, müəllim ilkin nəticələrdən istifadə etməklə şagirdləri səviyyələr üzrə qruplaşdırır, lakin sonraki mərhələdə bütün qruplara eyni məzmunlu, eyni çətinlikdə tapşırıqlar təqdim edir. Burada ilkin nəticədən danışır, amma biz burada ilkin nəticələrin ölçülməsi diaqnostikdir də, səviyyələr üzrə qruplaşdırılıb, yox, belə bir yanaşma verilməyib də bizə. Bizə nə verilib? Müəllim diferensiallaşdırmağa çalışır, sadəcə yekunda bir səhv buraxır. Baxın, o da C variantında bizə verilib. Deyir ki, əldə olunan məlumatlara əsasən diferensiallaşdırır təlimi. Müxtəlif dəstək təqdim etsə də, yekun qiymətləndirmədə vahid meyardan istifadə edir. Yəni, müəllimin səhvini bizə göstərdi bu variant. Səhv də olsa müəllim belə eləyib də neyniyək? Biz bu cavabı götürməliyik. D bəndi, müəllim müxtəlif fəaliyyət formaları tətbiq etsə də, şagirdlərin cavablarından asılı olmayaraq, əvvəlcədən planlaşdırdığı tapşırıqları dəyişmir, yalnız izahın müddətini artırır. Yox müəllimlər, yəni planlaşdırdığı tapşırıqları dəyişmir deyil. Əksinə, əlavə tapşırıqlar da, əlavə nümunələr də verib. Y bəndi, müəllim şagirdlərin fərqli öyrənmə sürətini nəzərə alaraq yalnız əlavə vaxt verir,
Lakin tapşırıqların məzmununu, mürəkkəbliyini, dəstək üsullarını eyni saxlayıb. Yox müəllimlər, eyni saxlamayıb. Bir qrupa başqa kömək, digər qrupa başqa kömək. Yəni 90% düz gəlib qiymətləndirmə meyarlarına çatanda onları da müxtəlif eləməkdənsə götürüb vahid bir sistemlə qiymətləndirib. Bu da doğru deyil. Seybəndi bunu bizim üçün açıqladı. Bax belə müəllimlər, nə sualınız varsa rəylərdə yazın və imtahanda sizə uğurlar arzulayıram. İnşallah ki, hər biriniz çəkdiyiniz əziyyətlərin bəhrəsini görərsiniz və dediyim kimi, çalışın sualın şərtini yaxşı analiz edin müəllimlər və siz sualın nə istədiyini bilmirsinizsə, cavablara qaçım ki, fərqli olan nədir, düzü səhvi tapım. O zaman variantları oxşadacaqsınız hamısını bir-birinə və gözünüzə bulanıq görünəcək, aydın olan cavabı tapa bilməyəcəksiniz. Amma şərti yaxşıca qeydlər apararaq, bax necə ki mən bayaq izah edirdim, əsas yerləri taparaq, nə istədiyini işarə eləyərək, bax belə eləyərək siz sualı öz gözünüzdə daha da aydınlaşdıra bilərsiniz. Hər birinizə uğurlar. İnşallah sizlərin xoş xəbərlərini gözləyirik. Sağ olun, növbəti izahlarımızda görüşənədək. Mütləq də videomuzu paylaşın ki, digər müəllimlərə də dəstək olun. Yəni, onlar baxsınlar, öyrənsinlər və görsünlər ki, suallar necə olur, necə yanaşmaq lazımdır. Bəyənin, paylaşın, mümkün qədər hər kəslə paylaşın, hər kəs yararlansın. Sağ olun.